Salamlar, saygılar, əziz dostlar. Bu cələsə bayram axşamlarında mahnısının amuzişinə başlayıram. Bu təsnif şur təsnifidir. Re şuru yerində çalınacaq. Kökümüz redir. Az simlər tiyunerdə. Orta simlər. Və üst simlər. Əvvəl bölümün çalğısını çalıram, sonra geçək amuzişə. Bu çalğısı idi. Geçək indi amuzişə. Əvvəl mizanımız bu halətdə çalğısıdır. Əvvəl qədəmimiz re-re, bərvəzni tam-tamdır. Tam-tam mizraplarıdır ki, bu mizrapları müqəddəmatı dövrə-dövrgəşmişik. Yəni, 2 dənə rast, besurəti aram, səri yox. Bu halətdə. Əlbəttə, ahəngimiz üçün sürətdir. Sürət halətdə çalınacaq elə rastımızda. Bu halətdə re-re. Bəs 2 dənə rast mizraf re-də vurduq. Re-re idaməsi bu qədəm çalırıq. Notların solfeji la si sola, la'da rastı vururuq 3-cü barmağına. Si bemolda çəp 4-cü barmağına. İdamədə solda rast birinə 3-cü barmağına la çəp. Bəs aramı bu cür olar. La, si, sol, la. La, si, sola ki səriləşə gərək bu cür olar. Əgər 3-cü, 4-cü barmaqla işləyənməsək, eləyə bilirik 3-ün yerinə 2-ci barmağı qoyaq la pərdəsinə, bu halətdə çalaq bu qədəmi. Yəni, la'da 2 ilə rastı vuraq, si bemolda 3-cü barmaqla çəp, 1 ilə solda rast, 2-ci barmaqla la'da çəp. Yenə həman notlarda la, si, sola, müntəb barmaq hərəkətimiz əvəz oldu. Aramın çalım. Ki, səriləşə, bu da gərək bu halətə yenə yetər. Əgər bu halətdə çətin olsa, bir dənə də ayrı hərəkət deyim, bu nisbətən rahatlərdir. 1-ci barmaqla yenirik, la'da rastı vururuq. 2 ilə si bemolda çəp. Qalxırıq 1 ilə solda rast. 3-cü barmaqla la'da çəp. Bu asan hərəkətində aramın çalım. Yenə həman la, si, soladır, müntəha. Burada barmaq hərəkətimiz fərq elədi. Bunun da səri bu halətdə olur. İndi kullu mizanın bir dəfən aram hərəkətini çalıram. Re, la, si, sola. Bu halətdə oldu. Bir dəfən də 3-cü barmağına. Re, re, la, si, sola. Bir dəfən də hərəkətinə deyim. Bu halətdə ki, gərək bir miqdar səriləşə ta bu həddə yetər. Mizan-ı bədimiz bu halətdə çalınır.
Yenə 4 mizrab tara-taradır, rast səhvdir. Fada rastıdır. Solda çəp. Dubarə fada rast. Qalxırıq midə çəp.